Balbal ve sihirli ip. Uzak duygu meşesinde balaca ayı Balbal yaşayırdı. Balbal anasını çok sevirdi. Onun elini hiç bırakmak istemirdi. Qonaq gedəndə də, parkda gəzəndə də, oyun oynayanda da Balbal həmişə anasının əlindən tuturdu. "Ana, sən burada olmasan mən darıxaram," deyirdi Balbal. Bir gün ana ayı Balbalı böyük oyun otağına apardı. Orada top havuzu vardı, Lego şəhərciyi vardı, sürüşkənlər vardı. Uşaqlar gülürdü, oynayırdı. Analar isə kənarda otururdu. Balbal içəri baxdı. Anasının əlini buraxmadı. "Ana, sən də mənimlə gəl." Ana ayı diz çöktü. Balbalın gözlərinə baxdı. "Balbal, bilirsənmi? Sənin ürəyinlə mənim ürəyim arasında görünməyən bir sehirli ip var." Balbal təəccübləndi. "İp? Hanı? Mən görmürəm." Ana gülümsədi. "Görünmür, amma çox möhkəmdir. Mən səni hiss edirəm, sən də mənim. Mən uzaqda olsam da bu ip bizi birləşdirir." Balbal biraz düşündü. Sonra yavaşca top havuzuna yaxınlaşdı. Əvvəlcə anasına baxdı. Sonra toplarla oynamağa başladı. Anası uzaqdan gülümsəyirdi. Balbal ürəyində isti bir şey hiss etdi. Bu sehirli ip idi. O gün Balbal çox oynadı, güldü, dostlar tapdı. Axşam anası onu qucaqladı. Balbal dedi: "Ana, sən uzaqdaydın, amma mən sənsiz qorxmadım." Ana gülümsədi. Çünki sevgi ipi harda olsaq da bizi birləşdirir. Və o gündən sonra Balbal bildi ki, anası həmişə onun yanındadır. Gözləri ilə görməsə də, ürəyi ilə bunu hiss edirdi.